NFC ödəniş sistemində əsas məqsəd sərnişinlərin vaxt itirmədən sürətli keçidini təmin etməkdir. Kart validatora yaxınlaşdırıldığı anda sistem keçidi 1 saniyədən də qısa müddətdə təsdiqləyir. Əgər sistem hər keçiddə ödənişin emal olunmasını gözləsəydi, sərnişinlər turniket və validator qarşısında gözləməli olardılar. Bu isə sıxlıq, gecikmə, xüsusilə pik saatlarda ciddi narahatlıq yaradardı. Bu sistem sayəsində sərnişinlər turniket və validator qarşısında gözləmədən, vaxt itirmədən ictimai nəqliyyatdan istifadə edə bilirlər. Bundan da sıxlıq, gecikmə və əlavə stres yaşamadan gedəcəkləri ünvana daha rahat çatırlar. Kartdan vəsaitin bəzi hallarda sonradan çıxılması isə məhz bu sürətli keçid prinsipinin nəticəsidir. Əvvəlcə sürətli keçid, daha sonra ödəniş emalı.